həm siz, həm biz bunu dərk eləyək ki, əsas yaxşı işə sürətlə başlamaq deyil. Ola bilər bir insan görsəm bir yaxşı əməli eşidir, canfəşan eləyir. Sürətlə başlayır o işi icra eləməyə. Əsas o deyil. Əsas yaxşı işin həcmi deyil. Əsas məsələ yaxşı işin davamiyyətidir. Ola bilər mən bir nəsə eşitmişəm, sürətlə başladım, getdim hərəkətə. Və yaxud işin həcmini biraz böyük götürmüşəm, amma işi yarıda qoyacam. Yarıda qoyacamsa iş görməmişəm mən. Əsas işi davamlı icra eləməkdir. Bəzi insanlar görsən haya küyə düşür bəzi vaxtlar, elə başlayır yaxşı işə qədəm qoymağa, ona deyir, buna deyir, 2-3 gündən sonra görsən heç özü də eləmir. Sürətlə başladı eşidən kimi, yarıda qoydu. Biz nəyə bənzəyir? Fikirləşirdim, bir fişəngə bənzəyir. Bir fişəng partlayanda görsən, bir də səs aləmi bürüdü, biraz da işıq saçdı, 3 saniyə, axşam partladılar, düzdür. 3 saniyə belə işıq saçdı, bir dənə də möhkəm səs oldu, adamlar baxdı, 3 saniyədən sonra işıq da söndü, səs də kəsildi. Birdən-birə qutardı, getdi. Bəzi insanlar da belədir həyatda. Görsən, yaxşı işə də birdən sürətlə hərəkət 3 gün, 4 gün qutardı. Vaxt var idi, məsələn, sürətlə başlamışdı, məsələn, öz məhəlləsində onu dəvət edir, bunu dəvət edir, onu namaza gətirir, bunu namaza gətirib, məsələn, misal çəkirəm. İndi özü namazdan uzaq düşüb, namaza gətirdikləri bunu namaza gətirmək istəyir, gətirə bilmir. Doğrudan belədir. Fişən kimi partladı, amma ortada bir şey yoxdur. İşıq saçdı, biraz zülmətə nur saçdı, amma ortada bir şey yoxdur, həqiqətən. Bütün sahələrə din demirəm. Məsələn, başqa sahələrdə belədir, adi o birisi elmlərdə də bu cürlədir, bu şəkildədir. Həyatımıza baxsız, bəzi vaxtlar biz belə yaşayırıq. Amma insan gələk günəş kimi nur saçsın. Çünki günəş həmişə işıq saçır. Günəş ani deyil. Deyərsən, qürub edir, batır. Batanda da belə işıq saçır. Ayın işığı öz işığı deyil. Günəşin işığıdır ki, ayda əks olub. Elmi baxımdan deyirəm sizə. Ay ki işıq saçır axşamlar, o ayın işığı deyil, o günəşin işığıdır. Günəşin işığı əks olub onda onu göstərir bizə. Biz elə bir yon işığıdır. Ay da deyə bilər, ha mənim işığımdır. Məcazi danışımda biraz. Deyər mənim nurumdur, onun nuru deyil. Aldadar 5-6 nəfəri də. Amma həqiqət elə deyil. Həqiqət o günəşin şüasıdır, ayın şüası deyil. O deməklə deyil. İnsan gələk bəzi vaxtlar belə olsun, bəzi vaxtlar işi görsün, elə öz adı ilə, bəzi vaxtlar elə gizlin iş görməlidir ki, heç kəsin xəbəri olmasın, elə bilsinlər, elə odur eləyən, amma xəbəri yoxdur, budur eləyən. Mən misal çəkmişəm bunu sizə, yoxsa yox, bəlkə də bir yerdə amma çəkdim bu misalı, buraydı yoxsa yox. Biz yaydı da düzdür, hara qaçırıq? Kölgəyə. Qaçırıq kölgəyə, deyirik, ay Allah, nə yaxşı kölgə var, bu günəş məni bir tər elədi. Amma unutma ki, o kölgəni də kölgə eləyən günəşdir. Günəş nəyinsə üstünə düşür, ağacın üstünə kölgə yaranır. Günəş o ağacın üstünə düşməsəydi kölgə yaranmazdı. Biz deyirik, nə yaxşı kölgə var, günəşi unutmuşuq. Amma həqiqətdə o kölgəni də bizə verən günəşdir. Amma öz adı ilə vermir, ağac adı altında verir. Bizim bəzi işlərimiz belə olmalıdır. Sürətlə, hərəkətlə deyil. İş görməliyik davamlı. 2 gün işi görək, 3 gün iş görək, yox. Xırda işlər götürün həyatınızdan. Adı çox böyük bir şey də lazım deyil. Məsələn, özünə vəzifə bil bundan sonra birinci mən həmişə salam verəcəm hamıya. Mən birinci salam verəcəm. Nə olar ki, götür bunu vəzifə. Maşınla gedirəm, özümə söz verirəm bundan sonra. Maşın məndən üzbəüz, maşın başqa maşından üzbəüz gəldim. Mən gözləməyəcəm, o çəkilsin arxaya, mən sürüm. Çəkilərəm, imkan varsa, imkan təqdirində. Mən çəkiləcəm indi, o keçsin, yoxsa gözləyim o keçsin. Biraz da maşını biraz bahalı, xeyir ola o maşın verməlidir, qabağa mən çəkməliyəm. Yox, nə olur mən belə edeyim? Xırdan belə, elementar, böyük şeylər demirəm sizə. Nə yaxşı işlər görün, cəmiyyətdə xidmət edəcəm. Qonşularla bu cürünə davranacam, insanlarla bu cürünə davranacam. Uşaqları gördüm, məhəbbət göstərəcəm. Ağsaqqal gördüm, ola bilməz, ağsaqqal ayaq üstə qalsın, mən oturum, belə şey ola bilməz. Belə şeylər. Balaca götürün, böyük götürə bilirsiniz, özünüz bilərsiniz. Balaca işlər götürün, davamlı eləyin. Həyatımız ölənə qədər o iş bizi ilə geçsin. Biz öləndə o işimiz özümüzlə dəfn olsun. Amma özümüzdən qabaq o işimiz dəfn olmasın. Bu şəkildə. Böyük götürürük bəzi vaxtlar, heç şeydə papaq çatdıra da bilmirik. Açıq da, gətirib qoyuruq yarı yolda. Biz nəyə bənzəyir? Birinin biraz pulu var,
Ev tikmək istəyir, başlayır evi tikməyə, sürətlə başladı, fəhlələri yığdı, ustanı yığdı, onu yığdı. Yaxşı da iş gəlir, sonra görür bir mərtəbən bəlkə 2 eləyim, göz doymur. 2-ni 3 eləyim, 4 eləyim, 5 eləyim, sonra fikirləşirlər qoy 5 eləyim. Sürətlə də iş başladı, həcmi də böyük götürüb 5 mərtəbə ev, pul da qutardı 3-cü mərtəbədə. Qalıb neynim ay Allah. İş dayandı. Sürətlə başladı. Həcmi də böyük götürdü. Amma davamiyyət yoxdur. Yaşaya bilmir onun içində. Yenə kirayə yaşayır. Yenə kirayə yaşayır o. Çünki işində davamiyyət yoxdur. Davamlılıq, işin müvəffəqiyyətin köklərindən biri budur ki, davamlı iş görün. Müvəffəq olmaq istəyirsiniz hər hansı sahədə. Hər an həkimsən, müəllimsən, mühəndissən, hər hansı sahədə müvəffəqiyyət qazanmaq istəyirsiniz, davamlı. Davamiyyət olmadı, yarı yolda yol bir yana çıxmayacaq. Möhkəm dayanırıq və hərəkət edirik. Günəş kimi daim işıq saçırıq. Allah Qur'an-ı Kərimdə bizim Peyğəmbər necə bənzədir? Buyurur: "Ya eyyuhan nəbi, inna ərsalnake şahidən və mübəşşirən və nəzirən və daiyan ilallah bi iznih və siracan munira." Peyğəmbər, biz səni bir nur saçan çıraq kimi göndərdik. Sən nursan. Nur saçırsan. Sənin nurun sən dünyadan gedəndən sonra da saçır. Peyğəmbərlər ölməklə ruhları ölmür, nübüvvətləri ölmür, peyğəmbərlikləri ölmür. Peyğəmbərlik ölməz, peyğəmbərlik həmişə yaşayır. O nur həmişə var, o nur indi də saçır. O nurun altında biz xutbə edirik və siz xutbəyə qulaq asırsınız. Onlar ölmürlər. Mənəviyyatda insanlar ölmür. Ola bilər bədənləri dəfn olsun, amma ruhları heç vaxt dəfn olmaz bu dünyada. Peyğəmbərə deyir, nəsən? Nursan, nur, həmişə saçırsan. Ondan sonra bizə nə deyir Allah Teala? Deyir, "Laqad kana lakum fi Rasulillah uswatun hasana." Peyğəmbər sizin üçün gözəl nümunədir. Yəni siz də onu nümunə götürün. Özünüzə ülgü peyğəmbər götürün. Nur kimi sizə saçın. Davamlı nur, davamiyyətli nur olun. 3 gün o yana, 5 gün bu yana. Biraz gəldi, kitab oxudu. Mən görürəm də tələbələrin bəzisini gəlirlər. Məsələn, adam dərs keçir, 5 gün oxudu, 3 gün qoydu kənarda. Yaxı məndə bağlanmadı. Bir il niyə hədər elədin sən? Niyə bunu bir il hədər elədin? Oxu axıra qədər, möhkəm ol. Bu cür olanda Allah müvəffəq edir insanı.